Qızıl xətt. Bəli. Necə oldu, necə fikir yarandı və necə başlandı? Qızıl xəttdən qabaq bizim dəyərli dostumuz Sakit müəllim. Səmədov. Bəli, Sakit Səmədov. Bir neçə dəfə deyirdi ki, yəni danışmaq lazımdır. Bu tələbələrə öz təcrübələrinizi bölüşmək lazımdır falan. Mən də hər dəfə deyirdim ki, Sakit müəllim, nə bilirik, nə danışaq. O da bir dəfə məni provokasiya çəkdi. Dedi ki, deyəsən bilgilərinizi bölüşməklə aramız yoxdur. Gördüm ki, çox belə artıq biraz da yəni ciddi getdi məsələ. Bir dəfə dəvət elədi. Xəbərimiz yoxdur ki, yəni gələcəyik, biz də nəsə danışacağıq. Elə gələn kimi çıxartdı, dedi ki, Fariz mən buradadır, təcrübəsiz sizdən bölüşəcək. Mən çıxdım ilk dəfə öz sözdə yarımçıq insanın hekayəsini danışdım özümlə. Ondan sonra elə orada da elan elədi ki, Fərdi İnkişaf Forumu 2023-də